Mayın 1-dən balıqların kürüləmə dövrü başlayır. 4 ay, yəni sentyabrın 1-nə kimi bu canlıları ovlamaq qadağan edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov deyir ki, qadağa bütün növ balıqlara şamil olunur, həmçinin də bütün balıqçılara. Qadağalar, yəni moratorium, bütün balıqçılara, o cümlədən sənaye balıq ovu ilə məşğul olan şəxslərə aiddir. Yəni ümumilikdə bu qadağalar sentyabr ayının 1-nə qədər davam edəcək və həvəskar balıq ovçuları üçün isə iyun ayının 30-una qədər davam edəcəkdir. Qaydalara əməl etməyənlər isə 1000 manatdan 2000 manata dək cərmələnəcək və ya 6 aydan 2 ilə dək onların ov hüququ məhdudlaşdırılacaq. 1000 manatdan yuxarı ziyan vurulan zaman isə artıq cinayət məsuliyyəti yaranır. Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, eyni zamanda Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi tərəfindən mütəmadi reydlər keçiriləcək, mütəmadi nəzarət tədbirləri keçiriləcək və qanunaməxfi tədbirlər görüləcəkdir. Təbiətə dəymiş ziyandan asılı olaraq qaydaları pozan şəxslər inzibati məsuliyyətə və cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Qeyd edək ki, mayın 1-nə kimi sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər ov alətlərini də bütün təbii su hövzələrindən kənarlaşdırmalıdır. Əks halda bu qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində də inzibati tədbirlər görüləcək. Ülkər Qasımqızı, Davud İbrahimov, Xəzər xəbər.